Salam. Bugün, yəni sizinlə birlikdə çox maraqlı bir mövzunu dərindən təhlil edəcəyik. Əlimizdə qısa, amma necə deyərlər, olduqca vacib bir idman xəbəri var. Aha, çox vacib xəbərdir. Gəlin bunu dərhal aydınlaşdıraq. Söhbət Azərbaycanın mini futbol üzrə milli komandasının son uğurlu çıxışından gedir. Yəni təsəvvür edin, siz, bəli, elə siz beynəlxalq bir turnirə hazırlaşırsınız, amma məşq prosesinin elə ilk sınağındaca rəqibi 6-1 hesadı ilə darmadağın edirsiniz. Özdə sıradan bir yerdə yox, xüsusi toplanışda. Düzdür, Montenegronun Herceg-Novi şəhərindəki toplanışda Bosniya və Hersegovinanı məhz bu hesabla məğlub edib bizimkilər. Bura ən maraqlı məqamdır. Sanki tam gücü ilə işləyən bir saat mexanizmini xatırladır. Tamamilə. Yəni, milli futbolda 6-1 çox spesifik bir rəqəmdir. Xüsusən də milli yığmalar səviyyəsində olanda. Yəqin ki, meydanca kiçik olduğu üçün də... Aha, bəli. Meydança kiçik idi, oyun tempinin dəyişməsi, yəni bəzən saniyələr çəkir. Belə bir fərq yalnız fərdi ustalıq hesabına yaranmır. Bu daha çox komandanın qurduğu o tranzisiya, yəni müdafiədən hücuma sürətli keçid sisteminin necə işlədiyini göstərir. Məni də düşündürən elə budur. Yəni, yoldaşlıq görüşündə belə böyük hesab fərqi komandanın fiziki baxımdan pik həddə çatmasının göstəricisidir. Yoxsa bu daha çox rəqib üzərində psixoloji dominantlıq qurmaqla bağlıdır? Daha geniş mənzərəyə baxsaq, əslində hər ikisi var, amma psixoloji tərəfi çox güclüdür. Baxın, toplanış çərçivəsində belə qələbə sadəcə rəqəmlərdən ibarət deyil. Bu, komandanın hazırlıq prosesinə nə dərəcədə ciddi yanaşdığını göstərir. Yəni, məşqçinin qurduğu o pressing mexanizminin real oyunda işləməsinin sübutudur. Komanda bununla necə deyərlər, öz psixoloji bariyerini qırır ki, bəli, sistemimiz işləyir. Gözlə, amma o qədər asan qələbə qazanmaq bəzən komandada yersiz bir arxayınlıq sindromu yarada bilməzmi? Çünki əvvəllər çox görmüşük ki, rahat hesablar sonra problem yaradır. Əgər toplanış yalnız bu bir oyundan ibarət olsaydı, şübhələrində tam haqlıydın. Yəni arxayınlaşardılar. Düzdür, amma burada maraqlı olan odur ki, əsl sınaq elə qabaqdadır. Onlar hazırlıqlarını elə həmən məkanda davam etdirirlər və qüvvələrini mini turnirdə sınayacaqlar. Özdə ev sahibi Montenegro və səhv etmirəmsə Qazaxıstanın iştirakı ilə, elədir. Bəli, Qazaxıstan da oradadır. Bəs bütün bunlar nə deməkdir? Yəni, mən bunu komandanın taktiki stres testi adlandırardım. Böyük hesablı qələbədən dərhal sonra belə rəqiblərlə oynamaq sənə elə gəlmir ki, bu əsl güc sınağıdır? Bu tam mənasıyla bir beta test mərhələsidir. Baxın, Bosniyaya qarşı sənin hücum və pressing xəttin əla işlədi, əla. Amma Qazaxıstan kimi fiziki cəhətdən çox güclü, yəni müdafiədə beton kimi yığılan bir komandaya qarşı eyni açıq oyunu nümayiş etdirmək çox çətindir. Yəni fərqli üslubdur deyə? Tamamilə. Mini turnirlərin əsas fəlsəfəsi elə fərqli oyun üslublarına malik rəqiblərlə ard-arda oynamaqdır. Sənin o işləyən sistemindəki o boşluqları üzə çıxarmaq üçün edirlər bunu. Başa düşdüm. Yəni rəqiblər o sistemi qırmağa çalışarkən sənin o ehtiyat B planına keçmək qabiliyyətin yoxlanılır. Məhz elədir. Ev sahibi Montenegroda yəqin ki, tamamilə fərqli bir atmosfer, daha aqressiv oyun təklif edəcək onları. Komandanın adaptasiya bacarığı məhz burada formalaşır. Maraqlıdır. Yəni bu proses əslində sizdə fikir verin, təkcə idmanda deyil, istər şəxsi həyatda, istərsə də hər hansı bir işdə, öyrənmənin hər kəs üçün bir proses olduğunu göstərir. Əlbəttə, hər şey stres testlərdə avtomatlaşdırılmalıdır. Düzdür. Və böyük qələbələr məhz belə, yəni diqqətdən kənarda qalan, uzaq şəhərlərdəki təlim-məşq toplanışlarında formalaşır. Media səs-küyündən tamamilə uzaqda. Bəli. Baxın, söhbətimizin sonunda mən bunu düşünməyinizi istəyirəm. Əgər milli komanda sadəcə hazırlıq xarakterli yoldaşlıq görüşündə rəqib qapısından 6 top keçirə bilirsə... Özdə hələ sistemi test edərkən. Tamamilə düzdür. Bəs görəsən Qazaxıstanla və Montenegro ilə keçiriləcək o əsl mini turnir üçün ehtiyatda hansı gizli taktiki sürprizləri saxlayır? Meydanda hələ görmədiyimiz nələr olacaq? Bu açıq sualı sizin üzərində düşünməyiniz üçün ixtiyarınıza buraxıram.